Biz bir də tələbi inşaat dəstələri yaratmalıyıq. Niyə gedib Qarabağın azadlığı uğrunda könüllü canından keçə bilir Azərbaycan gənci? 3000 oğlan şəhid olub, Allah hamısına rəhmət eləsin. Qazi olublar, niyə gedib Qarabağda könüllü işləməsinlər? Yəni 2 ay nədir ki, boş, bekar, avara gəzənəcən bunlar gedib Qarabağda o tikində iştirak eləməsinlər. Bu 10 minə qədər işçi qüvvəsi deməkdir. Az rəqəm deyil, kiçik rəqəm deyil. Bu cındır deputat Aqil Abbas deyir ki, niyə tələbələr Qarabağa gedib könüllü şəkildə tikintidə iştirak eləmirlər? Lənət sənə kör şeytan. Uşaq pulunu verməyən Oğraş İlham Əliyev Qarabağ döyüşlərində kasıb balalarını qırdırıb, indi də kasıb balalarını Qarabağa göndərib pulsuz xamballıq elətdirmək istəyir. Təsəvvür edirsiniz? Ay Aqil Abbas, o İlham Əliyev öz peysər oğlunu Heydər Əliyevi götürsün, getsin Qarabağda tikintidə könüllü şəkildə iştirak eləsinlər də və Milli Məclisdə oturan 125 cındır deputat var və onlar yığışın, siz yığışın, gedin Qarabağda könüllü şəkildə tikintidə iştirak eləyin. Bu qədər sadə. Kasıb balalarını niyə istifadə edirsiniz, ha?